Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2025-ci ilin yanvar-may ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub. Bu barədə Dövlət Statistika Komitəsinin sitəsindən xəbər verilir. Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 1 milyard 466 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 7,2% çoxdur. Qeyd edək ki, cari ilin yanvar-may ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 6,3%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.